Yoldaşlar baxırıq 5 iyul 2026-cı il AC və BA qəbul suallarına. Söhbət informatika fənnindən gedir. Gəlin başlayaq. 56-cı sualla başlayırıq. Deyir, hansı sırada verilmiş hər iki proqram qrafiki redaktor? Yoldaşlar, Ventura Publisher və PageMaker qrafiki redaktor deyil. Bunları bilirsiniz. Software nəzəriyyəmizdə də mövcuddur. Amma burada Adobe Streamline və Coral Trace isə qrafiki redaktorlar dərsidə mövcud. Həmin iki proqramın əsas məqsədi raster tipli informasiyanı vektor tipli informasiya çevirməkdir. Yəni onlar çevirici proqramlardır. Burada Photoshop və Picture Publisher qrafiki redaktordurlar. Bunlarla şəkillər və s. düzəltmək, redaktə etmək mümkün olur. Bu özü belə məncə biraz çətin sual. Növbəti sual əslində BB kateqoriyasına da eyni ilə düşmüş bir sualdır. Əslində bu belə məncə olmamalıdır. Çünki BB kateqoriyası imtahanından çıxan tələbələr AC ilə müzakirə edə bilər sualı və AC tələbələri gedər 1 bal qazanar, amma BB kateqoriyasındakı tələbə sualı ilk dəfə görürdü deyə bəlkə də səhər yaza bilməyib. Məncə hər hansısa bir sual təkrarlanırsa imtahanda onun içində kiçik bir dəyişikliyə ehtiyac var. Bundan əvvəlki videomuza baxaraq siz həmin izahı bir daha görə bilərsiniz. Elə indi də bir də izah edeyim. Bizə find and replace pəncərəsi verilib. Yəni tap və dəyiş. Travel sözünü tap, axtar. Journey sözündən dəyiş deyil. Və match prefixin önünə tuş qoyub ki, şəkilçiləri də nəzərə al. Yəni hamısını say. Burada travel sözlərini sayacaqsınız. Bax, biri, ikincisi, üçüncüsü, dördüncüsü, şəkilçilikləri belə sayıram. Sonra beşincisi, altıncısı, yeddincisi və nəhayət 8-incisi. Cavab olur C variantı. Mən düşünürəm ki, BA kateqoriyası və AC kateqoriyası üzrə imtahanda həm suallar çətin idi, həm də 1-2 kənara çıxma var idi. İndi hamısını deyəcəm. 58-ci sualda deyir ki, klaviaturadan home düyməsini sıxdıqda kursor yerini hara dəyişər? Bu rahat sualdır. Sətrin əvvəlinə. N düyməsi sıxılanda isə sətrin sonuna gedir. 59-cu sualda xanaya yazılmış düsturlar və bu düsturların nəticəsində xətalar, səhvlər ekrana çıxıb uyğunlaşdırmağınızı istəyir. Baxın yoldaşlar, B1 xanasının içinə məsələn yazsaq A2, A2 xanasının qiyməti nədirsə artıq B1-in də qiyməti həmin qiymət olur. Amma B1-in içinə Z, 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 S yazanda belə bir xana yoxdur axı. Artıq o zaman name xətası çıxır. Yəni xananın adını düzgün daxil etməmsən. Sadəcası 3 name xətasına aid olanlardan biri A-dır. Sonra baxın ikincidə yazıb A2-yə deyir dırnaqda ABS yaz. B4 xanasına da fakt deməli A2 yaz. Yəni ABS-in faktorialı. Yoldaşlar, bilirsiniz ki, mətinlə ədəd üzərində bilgi iş aparanda ekrana value xətası çıxır. Deməli, ikinciyə də aiddir B. Çünki ABS dırnaqda mətindir, fakt isə işləyir ədədlərlə. Ədədlə işləyən düstura belə deyək, mətin tipli məlumat daxil edəndə təbii ki, value xətası ekrana çıxır. Sonra C-ni yoxlayıram. C-də A3 -2-dir. A5-də isə bir ayın tarixi formatıdır. Və B3 xanasına da yazıb ki, power A3,5 A5. -2-nin üstü bu. Yoldaşlar, məlum məsələdir ki, power funksiyasında format düzgün daxil edilməyəndə yadınıza gəlir, mən bunu dərslərimdə belə izah edirdim. Məsələn, yazırdım fakt, mötərizədə -5,
Çıxırdı nam xətası. Niyə? Çünki nam xətası düzgün ədəd daxil edilməyəndə çıxırdı. İndi Power'in içinə daxil edilən ədədlərdən biri düzgün ədəddir, digəri düzgün deyil axı. Ona görə bu da aid olacaq 1-ə. Eyni məsələ D-də də mövcuddur. Ona görə o da aid olacaq 1-ə. Və yenə də Y-də fikir verin. Dırnaqda mətin mövcuddur. Dırnaqda daha doğrusu ədəd mövcuddur. Bilirsiniz ki, dırnaqda yazılmış ədəd də mətin tipli sayılır. Və düstura biz ədədlərlə işləyən düstura daxil edəndə mətin tipli məlumat value çıxır. Ona görə yoldaşlar 1-ə CD, 2-yə BY, 3-ə də A tətbiq olunur. Cavab A variantıdır. Amma məncə yenə də çox çətin sual. Çünki tələbələr xətaların adlarını normalda standart olaraq əzbərləyirlər. Biz öz tələbələrimizlə bunu praktiki məşqlər də edirik. Məsələn, mənim test toplumunda xətalarla bağlı 8 test nümunəsi var. Amma bu qədər dərin məncə ehtiyac yoxdur. Çünki heç bir insan götürüb mənfi 2-nin üstünə ayın tarixini yazıb praktik eləməyib. Çünki ağlı başında olan insan mənfi 2-nin üstünə niyə ayın tarixini qoysun? Yəni bu biraz praktikadan da aşır da, yəni biraz ağını çıxartmaq kimi gəlir mənə. 60-cı sual. 60-cı sualda deyir, təqdimatın baxış rejimləri, yəni görünüş rejimlərini seçin. Bu sadə sualdır fikrimcə. Notes page var, slide sorter var, outline view var, bir də reading view var. Bilirsiniz ki, web layout Word-a aiddir, draft Word-a aiddir, print layout da Word-a aiddir. Cavab olur A variantı. 61. Əslində rahat sualdır, amma həcmi çox böyük. Sənədin səhifələri deyil nömrələnir. Nömrələrin formatı ABCD olaraq seçilir. Amma biz deyirik ki, standart olaraq B-dən başlasın. Qeyd olunmuş nömrələmə formatının başlanma ardıcıllığını C-yə dəyişmək istəyirik. Yoldaşlar, biz Word proqramında, gəlin baxaq, səhifələri nömrələyirdik insertdən və header footer qrupundan page number əmrindən. Amma istəyirdiksə ki, səhifələrin nömrələməsi filan ədəddən başlasın. Bu zaman format page number əmrinə daxil olurduq və buradan formatı seçib, buradan da başlayacağımız ədədi qeyd edirdik. Fikrimcə, bu böyük sual olsa da çətin deyil. Həmin formatda cavab variantı onsuz da bir dənədir. Baxın, insert tabı, header footer qrupu, page number əmri və format page number əmri. Cavab D variantı. 62. Deyir, bunlardan hansını yazıb brauzerə daxil olmaq istəsək, web səhifə açılmaz. Siz bilirsiniz ki, bu elə linkdir də, URL-dir. Bu internetə yazılsa açılacaq. Bu da sayt adıdır, açılacaq. Bu da açılacaq. Bu da IP-dir. Bilirsiniz ki, IP-lər özü də belə deyim, hər hansısa web saytları açmaq üçün istifadə olunur və hamımız bilirik ki, məsələn, Wi-Fi-in kodunu dəyişmək üçün IP-ni götürürük, axtarış hissəsinə yazırıq, düzdür? Amma biz demişik axı, web səhifələrin adlarında nöqtədən başqa durğu işarələri istifadə edilmir, ayrıcı simvol kimi. Məsələn, e-gov.az ola bilər, amma govla azı bir-birindən ayıran yalnız nöqtə ola bilər, belə tirələr ola bilməz. Ona görə cavab Y variantıdır. Növbəti sual, 63-cü sual çox çətin sualdır. Praktika tələb edir və düzdür, bütün tələbələrimiz şahiddirlər ki, və biz dərslərdə left, fill ümumiyyətlə əmrini çox geniş danışmışıq. Test nümunələrimizdə də ən qədər var. Baxın, deyir ki, həmin diapazonu seçib fill left eləsək nə baş verər? Yoldaşlar, əgər biz seçilmiş diapazonda hər hansı bir hissəni doldururuqsa, həmin hissə nə ilə dolur? Məsələn, sola doldururuqsa, sağdakı məlumatla, sağa doldururuqsa, soldakı məlumatla. Mən bunu sizə əyani şəkildə göstərmək istəyirəm ki, bu sual çətinlik kateqoriyasından çıxsın sizin üçün. Fikir verin yoldaşlar, buraya yazıram 3, buraya yazıram 4, buraya yazıram 7. Mən bu hissəni seçib fill left eləsəm, baxın, seçilmiş xanaların birincisi 7-dir deyə, bütün xanalar 7 ilə dolacaq. Gördünüz? Əgər indi mən bura
5, burada 6 yazıb seçib sağ tərəfi fil right eləyirəmsə, sağa doldur. Nə ilə dolacaq? Soldakı 5 ilə. İndi biz bunu bu suala tətbiq etsək, fil left sola doldur. Bax, sola bunlar hamısı olacaq. 7, 7, 7, 7. Bunlar olacaq. 2, 2, 2, 2. Bunlar da olacaq. 1, 1, 1, 1. Və burada boşdur deyə bu boşluq bütün xanaları boş eləyəcək. Yəni buradan 8 silinəcək. İndi deyir ki, bütün A1Y 8 diapazonunu seçin buranı. Və fill up eləyin. Fill up üzü yuxarıya doldur deməkdir. Üzü yuxarıya dolduranda nə ilə dolacaq? Ən aşağıdakı sətirlə dolacaq. Ən aşağıdakı sətirdə bomboşdur deyə, deməli bütün xanalar bomboş olacaq. Onda neçə xana boş olmuş olur? Bircə dəqiqə baxım. A5, A1, Y8 diapazonu neçə boş xana olacaq? Biz sütunları saysaq, deməli, nəysə qaçırtmadım ki, məncə yox. 8-dən A1, Y8. Bunu bir dənə praktik olaraq həll etmək istəyirəm. İstəmirəm nəsə qaçsın. Deməli, çox üzr istəyirəm, bəlkə də bu sizin üçün vaxt itkisidir, amma istəyirəm ki, dəqiq bilək. 7, 7, burada, burada 6'dır. 1 və 4 var burada. 1 və 4. Sonra A5'ten başlayarak 3, 6, 7. 3, 6, 7. Aşağıda da 3, 2. 3, 2. Ve 9, 2, 1. Burada da 8. 9, 2, 1. Bir tane de 8 var. Sol aşağı tarafta. Bütün buranı seçsəm, eləsəm fill left, yəni sola doğru doldursam, belə mənim praktikamda, bayaqki yazdığım nümunədə hər şey baş tutur. İndi sonra deyir ki, neynə? Daha sonra fill up əmrini icra elə. Mən bütün A1, Y8 diapazonunu seçib fill up eləyirdim. Ehtiyac yoxdur. Baxın, elə bu diapazonun içində mən fill up eləsəm, buradakı boş xanalar yuxarıdakı bütün xanaları boş eləyəcək. Baxın, fill up. Və yoldaşlar, A1, Y8 diapazonunda ümumi 40 xana var. Onlardan 4'ü dolu olacaq. Sizdən də boşunu soruşur. Bir boş xanaların sayı neçə olacaq? 36. Mən şərtdə bir hissəni diqqətlə oxumadım. Bütün A1, Y8'i seçəndən sonra fill up eləyirdim. Xeyr. Elə bu hissədə fill up eləyir. Və altdakı boş xanalar yuxarını da hamısını ağardır, bomboş eləyir. Bu 4 dənə ədəd qalır. Və A1, Y8 diapazonunda da cəmi 40 xana var. 4'ü doludsa 36'sı belə deyək, olur boş. Çox dəxlisiz, lazımsız səviyyədə bir praktiki sualdır. 64 ilə davam edirik. Fayl adında hansı simvollardan istifadə etmək olmaz? Təbii ki, cavab D variantıdır. Sol, sağ, slashlər. Burada vermədikləri də var. Amma onsuz da sizdən şərtdə soruşmur ki, faylın adında qadağan olmuş bütün simvolları seçin. Onu istəmir deyə sizin gözünüz burada ulduzu və düz sləşi axtarmasın. Baxın, C variantında bu ənd işarəsi səhvdir. B variantında təkli dırnaq səhvdir. A-da da DS səhvdir, ət işarəsi və s. 65. En sayda simvoldan ibarət mətin Unicode-da yığılandan sonra informasiya həcmi A olur. Bilmirik də neçədir? A.
Bu metin ASCII-yə köçürüləndə 128 bayta dəyişir. 125 bayta dəyişir. Yoldaşlar bilirsiniz də Unicode-da hər şey ASCII-dən 2 qat çox yer tutur. Yəni əgər ASCII standartında 125 baytdırsa bu mətin, deməli Unicode-da 250 imiş. Bir mətndəki simvolların ümumi sayını tapın. Yoldaşlar ASCII-də hər simvol elə 1 bayt yer tutmur. Əgər ASCII-də 125 bayt tutubsa, deməli elə 125 dənə simvol var. Şifahi sualı. Keçirik 66-cı suala. Bu sual integrallaşmış paketləri soruşur. 3 dənə burada integrallaşmış paket var. Üçün də adı bizim nəzəriyyəmizdə mövcud idi. Biri Microsoft Works'dür, biri Framework'dür, biri də Microsoft Office'dir, hansı ki biz onun müxtəlif proqramlarını tədris edirik. 67 topologiya ilə bağlı doğru mülahizələr istəyir. Gördüyünüz kimi Shin topologiyasıdır. Müxtəlif kompüterlər var, bir dənə server var, printer var, terminatorlar var və s. Bizdən doğru mülahizələri istəyir. Gəlin baxaq. Deyir ki, hər bir kompüter özünə aid ayrıca rabitə xəttindən istifadə edir. Xeyr, hamısının mərkəzi kabeldən istifadə etdiyini görürük. Ona görə bir səhvdir. Hər bir kompüter yalnız özündən gələn, qabaq gələn kompüterdən informasiya alır, növbətisini ötürür. Bu da səhvdir. Bu halqanın xüsusiyyətidir. 1 ilə 2-ni cavablardan çıxa bilərik. Sonra 3. Hər bir kompüterdən gələn informasiya eyni zamanda qalan kompüterlərə ötürülür. Hər bir kompüterdən gələn informasiya, bəli, qalanlarına ötürülür, lakin hansına aidsə o qəbul edir. İstənilən zaman anda ancaq bir kompüter siqnal ötürməlidir. Bəli, niyə? Çünki xaos yaranır. 3-lə 4 düzdür. Ən böyük üstünlük etibarlı olmasıdır. Sizcə bu etibarlıdır? Ən etibarlısı bizim üçün nə idi? Deməli, ulduz topologiyası idi. 5-də səhv qəbul olunur. Adətən daha böyük ölçülü şəbəkələrdə istifadə olunur. Bu da belə deyək, doğru deyil. Şəbəkə segmentlərini bir-birlə repeaterlar vasitəsilə təkrarlayırlar. Bu doğrudur. Repeater elə təkrarlayıcı deməkdir. Məncə bu sualda da biraz standart cümlələrdən kənara çıxırlar. Yəni öz nəzəriyyələrində son dövrlər Dövlət İmtahan Mərkəzinin imtahanlarında bu praktika ilə rastlaşmaq olur. Məsələn, səhər növbəsində BB kateqoriyası üzrə imtahanda Worms viruslarının tərifini biraz qəribə soruşmuşdular. Halbuki öz nəzəriyyələrində belə o fərqli formatda təklif olunmuşdur. 68-də də istəyir ki, düzgün yazılmış funksiyanı seçək. Bilirsiniz ki, count if funksiyası diapazonla işləyir və yanında şərt olur. Biz hər hansısa bir nümunə yazaq. Baxın, məsələn, yazıram bura. Bərabərdir count if. Mütləq diapazonu seçilməlidir. Seçdim bu diapazonu. Sonra vergül qoyulmalıdır. Vergül. Və dırnaq açılmalıdır. Niyə? Çünki şərt mütləq dırnaqda yazılmalıdır. Nə yazdım indi? Yazdım ki, A1, üzr istəyirəm, burada bir dənə sual işarəsi artıq gedim. A1, Y4 diapazonunda 4-ə bərabər olan funksiyalar say, xanalar say. Cavab çıxacaq 1. Yazılış tərzini gördünüz və bunu dəfələrlə praktik etmişik. Burada nöqtəli vergül verib səhvdir. Burada dırnaqda verməyib şərti səhvdir. C-də şərti əvvəldə verib səhvdir. D-də də diapazondan sonra ədədlər daxil edib. Biz diapazon veririk. Həm də nöqtəli vergüllə verib və düzgün deyil. Ona görə cavab Y variantıdır. Ən standart formu var. Deyir ki, A2, C5 diapazonda neynə? 5-ə bərabər onları seçin. 69-cu suala baxırıq. Mən bu sualla barışa bilmirəm. Çünki Dövlət İmtahan Mərkəzi yazıb ki, Windows 11 Pro-nun 25H2 versiyasında standart proqramları seçin. Yoldaşlar, Windows əməliyyat sisteminin 24H2, 23H2, nə bilim 26H2 kimi versiyaları var. Və buradakı bəzi proqramlar 23H2-də fəaliyyətini dayandırır. Bəziləri 24H2-də, bəziləri məsələn 25H2-də. Bunu tələbə yox et. Bəlkə də Windows əməliyyat sistemini təklif edən Microsoft şirkətinin içində belə bəlkə işçilər bunu bilmir. Niyə də bilsinlər? Lisenziyası bitən proqramın
Hansı Windows'da bitdiyini niyə bilək? Nəyə ehtiyac var buna? Bir kəlmə soruş ki, hansı Windows'da var ya da yoxdur. Doğru cavabı açıqlayıram. Mən əməliyyat sisteminə birlikdə yüklənən proqramları seçirəm. Bilirsiniz ki, Internet Explorer'ın artıq lisenziyası bitib. WordPad də köhnəliyib. Ona görə 1 və 2-ni cavablardan çıxanda elə avtomatik cavab qalır. Lakin mənim fikrimcə yenə də bu ədalətli sual deyil. 70-ci son suala baxıram. Bu da informasiyalaşdırma haqqında Azərbaycan Respublikasının qanununa istinaddır. İnformasiya təhlükəsizliyi ilə bağlı onsuz da 400 səhifə nəzəriyyə var. Biz o 400 səhifə nəzəriyyəni əliyib, ələkdən keçirdib 15-20 səhifə veririk tələbəmizə. Yanında da bir dənə qanun artıq işləri körləyir, düzdür. Bu qanunun bəndlərini, elə gördüyümüz buradakılarda hələ əlavəsini də nəzəriyyəmizə yazmışam. Amma informatika fənni 15 sual üçün 1000 səhifədən artıq oxumağa dəyər bir fən deyil. Biraz bu da haqsız tərəfidir, amma dərinliyə getsək bu nəzəriyyəmizdə var idi və bunu görmüşdünüz, bilirdiniz. Deməli, domen adını soruşur sizdən, hətta məntiqlə də belə cavablamaq olur. Domen ad internet şəbəkəsində yerləşdirilməsi üçün müraciət olunmuş unikal simvol düzülüşüdür. 1-ə A uyğundur. İnternet provider, internet şəbəkəsində telekommunikasiya qurğularına qoşulma imkanı verən təchizatçıdır. 2-yə C uyğundur. Host provider də internet informasiya ehtiyatının təmin edilməsi üçün öz sistemlərini yerləşdirməyə xidmət göstərən təchizatçıdır. Yəni 3-ə də Y uyğundur. Bu qədər.